İşəgötürən sizi heç bir xəbərdarlıq etmədən işdən çıxara bilərmi? Bir çox insan bunun cavabını səhv bilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə işəgötürən əmək müqaviləsinə yalnız qanunda nəzərdə tutulmuş əsaslarla xitam verə bilər. Bəzi hallarda işçiyə əvvəlcədən yazılı xəbərdarlıq edilməsi məcburidir. Məsələn, işçi sayı və ya ştat ixtisarı edilərkən qanunda müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunmalıdır. Lakin elə hallar da var ki, məsələn, işçi əmək vəzifələrini kobud şəkildə pozduqda və ya qanunda göstərilən digər əsaslar mövcud olduqda əvvəlcədən xəbərdarlıq edilmədən də əmək müqaviləsinə xitam verilə bilər. Əgər hesab edirsiniz ki, sizi qanunsuz olaraq işdən çıxarıblar, hüquqlarınızı müdafiə etmək üçün qanunla müəyyən edilmiş müddətdə mediasiyaya, zəruri hallarda isə məhkəməyə müraciət edə bilərsiniz.